Değerli yoldaşlar, değerli müəllimlər, xoş gördük hər birinizi. Mən Fariz müəllim Axundzadə. Bu gün sizlərlə ənənəmizin davamı olaraq MHM-in test bankından əvəzlik bölməsinin izahına baxacağam. Gəlin vaxt itirmədən keçək sualımızın izahına. Həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmiş əvəzliyi bizdən soruşur. Biri gəlib sual verdi. Biri sözü düzəltmə əvəzlikdir. Qeyri-müəyyən əvəzlikdir, bunu çıxırıq. Bugün onlardan çıxışlı hal var. Biri, onların biri. Yenə məni görməyə gəlib. Burada hal və mənsubiyyət qəbul edən əvəzlik yoxdur. Deyəsən yenə hərəsinin bir dərdi var. Aha. Hərəsi mənsubiyyət. Buna biz işləyəcək. İndə yeyirik. Cavabımız C variantıdır. Şu Azərbaycanın qədim ocaqlarından biridir. Burada mənsubiyyətdir. Heç burada hal yoxdur. Daha sonra şagirdlərdən biri, burada da hal mənsubiyyət yoxdur. Daha doğrusu hal yoxdur. Hansı cümlədə belə sözünü həm işarə əvəzliyi, həm də ədat kimi düşünmək olar? Tədbirdə müəllimlər belə danışmadılar. Tədbirdə hətta müəllimlər danışmadılar. Bu zaman ədat olur. Bir də necə danışmadılar. Burada da olur əvəzlik. Belələrinin ümumiyyətlə qrammatik şəkilçi qəbul edib deyə də bunu əvəzlik kimi düşünməyə cəhd eləməyəcəksiniz. Çünki bu daha doğrusu ədat kimi düşünməyə cəhd eləməyəcəksiniz, əvəzlikdir. O övladını belə düşünmürdü. Hətta övladını düşünmürdü. Bir də övladını belə düşünmürdü. Necə düşünmürdü? Ümumiyyətlə elə belənin yerinə əgər həttanı qoya bilirsinizsə, həttanı bərabər olacaq ədata. Yaxşı, sual verə bilirsinizsə əvəzlikdir. Belə bir gözəl havada mən evdə otura bilmərəm. Hətta bir gözəl hava deyə bilmərsiniz. Bunu Mərdan belə istəməmişdi. Bunu hətta Mərdan istəməmişdi deyə bilərsiniz. Bir də bunu Mərdan belə istəməmişdi. Necə istəməmişdi? 1, 3, 5 cavab olur A variantı. Sonra hansı fikir səhvdir? O əvəzdən sonra modal söz gələrsə vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəli, çünki elə söz var ki, elə modal sözlər var ki, vergül tələb eləmir. Bu işarə əvəzi hallansa da mənsubiyyət şəkilçisi qəbul etmir. Doğru fikirdir. Elə belə əvəzlərin mənsubiyyət şəkilçisi qəbul etməsə əsasən hallanmır. Bu da doğru fikirdir. Həmin əvəzi sifət əvəz edə bilər. Doğrudur. Təyin əvəzlərin hamısı formaca dəyişə bilir. Təyin əvəzlərin hamısı, məsələn, hər dəyişmir, bütün dəyişmir. Ovçu, insaf elə, keçmə bu düzdən. O çöllər qızını ayırma bizdən. Burada insaf elə, insaf eləmək feildir bu, yaxşı. İki işarə əvəzi var. O çöllər qızını ayırma bizdən. Bununla oradan söhbət gedir. Bu doğru fikirdir. Bizdən elə doğrunu soruşmur, cavab variantıdır. Bu təyin əvəzlikdir. Bu təyin əvəzliyi işarə əvəzidir. O şəxs əvəzidir. Xeyr, şəxs əvəzli olsaydı ismin sualına cavab verirdi. Burada sifətin sualına cavab verirdi, işarədir. Biz şəxs əvəzlidir, cümlədə yer zərflidir. Ayırma bizdən, kimdən tamamlıqda yer zərfli deyil. 3 işarə əvəzi var, 3 dənə deyil. Bundan o 2 dənədir. Burada çünki elə feildir, insaf eləmək. Bəziləri elə düşünülür, bəziləri qeyri-müəyyən əvəzlik, elə işarə əvəzliyi, kimsə qeyri-müəyyən əvəzlik, onun şəxs əvəzliyi, ona nəsə deyə bilməzlər. Nəsə də yenə qeyri-müəyyən əvəzlikdir. Səhv soruşur. Elə işarə əvəzli zərf əvəz etmişdir. Elə düşünür ki, doğrudur. Özdən sonra feil gəlib. Nəsə düzəltmək qeyri-müəyyən əvəzdir. Bu da doğrudur. Onun yerli hal şəkilçisi qəbul edib. Onun haqqı doğrudur. Bəziləri sifət əvəz etmişdir. Bəziləri elə düşünür. Kim bəziləri? Kim sualına cavab verib deyə ismi əvəz edəcək, sifət yox. Kimsə ismi əvəz edib, bu doğrudur. Nəsə, nəsə bu formada təhlil olunur. Hansı cümlədə vergül düz qoyub? O, mənciyəzi hələ bu qədər tərif etməmişdi. Burada ciyəz leksik şəkilçisi bu əvəzli olmadığı üçün elə burada doğru cavab olacaq A variantı. Neçənci sual əvəziyi, gedəndə feili bağlama, mən əvəzlik, sən əvəzlik. Vergül olmayacaq. İşarələnmiş sözlərin hansı nitq hissəsinə aiddir? Biz elə hesab edirik ki, imtahan asan deyil. Burada əvəzlikdir. Oğul belə işlərdən burada əvəzlikdir. Daim elə yorulub ki, burada əvəzdir. Sadəcə elə hesab edirik. Burada deməli zərf əvəz eləyib. Belə işlərdən bura sifət əvəz eləyib. Elə yorulub burada zərf əvəz eləyib. Zərf sifət zərf əvəz eləyib arici olaraq. Aha.
Zərf, sifət, zərf A variantı. Hansı nitq hissəsi olduğunu soruşur, nəyə əvəz elədiyini soruşur. Bir dəqiqə baxaq. Hansı nitq hissəsidir? Hansı nitq hissəsi deyirsə, hamısı əvəzlikdir. Hamısı əvəzlikdir, sadəcə bu ardıcılığı əvəz eləyib. Yaxşı, amma nitq hissəsi ilə hamısı əvəzdir. Yadınıza salın, elə belə sözləri, elə bir ki, sifət zərf olmur. Sadəcə əvəzliyi olanda onları əvəz edir. Hansı cümlədə işarə əvəzini sonra işlədilən durğu işarəsi doğrudur. O, yoldaşlar, işarə əvəzliyi deyir, düzdür? Odan sonra vericili qoyubsa işarə olmaz, şəxs olacaq. Ona görə harada olar görürüz, bunu çıxın. Burada sən görsünüz, əvəzlik olmaz. Bu bizim dostumuz bura yeni gəlib. Əvəzlikdən sonra əvəzlik gələndə bir halda vericili qoyulur ki, daha doğrusu iki halda ola bilər. Bunun biri əlavəli işlənməsidir. Bu vericil, yəni bizim dostumuz, bura bizim sözü əlavədir. Ona görə vericil olacaq, vericil əlavənin vericildir. Bu oxuyanda feili bağlamadı qoyulmayacaq. Əlavə yəni aid olduğu varasa vericil qoyula bilər. Bunu nəzərə alın. Sonra formaca dəyişmiş qeyri-müəyyən əvəzliyin mübtəda kimi çıxış etdiyi nümunə. Bizim uğurlarımıza xor baxanları da unutmadıq. Burada unutmadıq xəbərin mübtədası bizdir. Bu da cümlədə heç yoxdur. Öncə bu cümlədə mövcud vəziyyətdə mübtəda yoxdur. Hamı itirir. Nə edir? İtirir kim? Hamı. Qeyri-müəyyən vəziyyətdə, amma deməli formaca dəyişməyib deyə bunu çıxırıq. Kimi bəxtini, kimi ömrünü. Aha. Burada hamı itirir. Kimi bəxtini itirir, kimi ömrünü itirir. Burada kimlərdə mübtədada itirir sözü ixtisar olunub. Bu da kimi qeyri-müəyyən əvəzlikdə yenə deməli başlanğıc formalıdır, yaxşı. Yəni formaca dəyişməyib. Hərə bir cür yox olur, şair hərə düzəltmə əvəzlikdə formaca dəyişməyib, qeyri-müəyyən əvəzlik olsa, formaca dəyişmək deyəndə yekun olaraq qrammatik şəkilçi qəbul etməlidir. Bəziləri hələ də cəmiyyətin qurbanına çevrilir. Burada bəziləri mübtədadır. Görürsünüz, deməli mənsubiyət qəbul edib. Ona görə 9-cu cavabı D olur. Elələri öz düşün, elə də işarə əvəzliyidir, yaxşı. Heç qeyri-müəyyən əvəzlik deyil. Mübtəda olsa belə. Mənsubiyyətə görə dəyişə bilməsə də hallana bilən işarə əvəzinin xəbər olduğu nümunə. Aha, onun düşündüyü belə idi. Belə mənsubiyyətə görə dəyişir. Özümüm hər ikisi. Cavab E olacaq 10-cu sualda. Çünki bu əvəzliyi mənsubiyyətə görə dəyişmir, amma hallana bilir. Aha, mən gedirəm. Bu gedirəm ümumiyyətlə feillə ifadə olunub. Bəziləridir. Bu halları mənsubiyyətir. Özüməm, bu da mənsubiyyət şəkildə qəbul edə biləcək. Kök əvəzliyi olan amma əvəzlikdən düzəlməyən sözün işləndiyi. Bu haqq bizimdir. Bizim haqqımızı özəlləşdirməyin. Öz, özəl, özəlləş, özəlləşdir. Kök öz əvəzliyi olsa da axırıncını silib özəlləşmək feilinə yaranıb. Həminki hadisə, həminki hadisəyə kök əvəzlikdə yaranıb. Müəllim olan şəxs ixtisasını yaxşı mənimsəməlidir. Mənimsə. Burada da kök əvəzlikdə ilə əvəzlikdə yaranıb. Çünki bir dənə leksik var. Bir leksik olanda bunları silirsiniz, yenə əvəzlik qalır. Kimliyindəki kim, kimlik, kimliyindəki. Sonuncunu silirsiniz, kimlik ismindən yaranıb. Kökdə kim əvəzidir. Kimsəsizlik, kimsə, kimsəsiz, kimsəsizlik. Kökü kim olsa da kimsəsiz sifətinə yaranıb. Onca 1, 4, 5, 11-ci cavab olur A variantı. Bu şəhərə gələndə çox sevinir. Aha, cümləsindəki əvəzliyə aid. Yoldaşlar, bu işarə əvəzliyidir və sifəti əvəz edib. Niyə? Çünki durğu işarəsi buraxılmadığı vəziyyətdə özün sonra vericil qoyulmayıbsa, deməli bilin ki, sifət əvəz edilmişdir, düzdürmü? Amma yekun olaraq bütün anda işarə əvəzliyidir. Özdən sonra vericil işlənsə şəxs əvəzliyi olur. Xeyr, şəxs əvəzliyi mən sanır, biz siz onlar. Onun içərisində bu əvəzliyi yoxdur. Ona görə bu yanlışdır. Özdən sonra vericil işlənsə mübtəda ola bilər. Hə, B doğrudur artıq. Bura B-ni rahat deyə bilərsiniz. Özdən sonra vericil işlənməsə təyin olur. Bu şəhərə gələndə amdən də feili bağlamanın tərkibində deyə vericil olmasa, nə zaman bu şəhərə gələndə bir yerdə olur feili bağlama tərkibi zaman zərfliyi. İstənilən məqamda vericil tələb etmir. Xeyr, istənilən məqamda vericil tələb etmir. Yox, kim sualına cavab versə, vericil qoyulacaq. Biz vergül şəhərə gələndə çox sevinir. Daha doğrusu üzr istəyirəm. Bu şəhərə gələndə çox sevinir. İstənilən məqamda cümlə üzvü deyil. Xeyr, mübtəda olsa, vergül qoysaq mübtəda olur. Belə qoymasaq tərkibin daxilindədir. Çünki vergül qoysaq sevinir xəbəri birbaşa bu mübtədasına aiddir deyə. Burada artıq mübtəda olacaq. 13.
Vəkilin hörməti qalsın özünə, onun özü bitişirici ədə deməli yönlü hal əvəzlikdir. Yoxdur etibarım onun sözünə. Onun da deməli yeri halda olan şəxs əvəzidir. Əvəzlərin təhlilinə aid olan fikir. Hər ikisi ismi əvəz etmişdir. Düşünün, hər ikisi İsmail şəkilcə qəbul edib, hökmən ismi əvəz eləmiş sayılır. Şəxs əvəzi tamamlanan ifadə vasitəsidir. Yoldaşlar, yoxdur etibarım onun özünə. Kimə etibarım yoxdur? Onun özünə tamamlanan ifadə vasitəsidir. Belə deyim də sizə. Burada tamamlıq, ümumiyyətlə burada onun özü birləşməlidir deyə bunlar bir yerə təhlil olunacaq və burada şəxs əvəzinə ayrıca deyə bilmərsiniz hansısa cümləniz olub. Çünki tərkibə daxildir axı. Bunu çıxacaqsınız. Vəkilin hörməti qalsın özünə, yoxdur etibarım onun özünə. Onun özünə etibarım yoxdur. Yoxdur nə etibarım kimə, onun özünə bir yerdə belə tamlıq olur. Biləsiniz. Əvəzlərin biri ayrılıqda sifət əvəz edə bilir. Söhbət özü sözündən gedir. Bu doğru fikirdir. Deyirlər ki, ay müəllim, o söz də sifət əvəz edə bilər. Burada o şəxs əvəzi, düzdür? O şəxs əvəzi sifət əvəz eləməz. O işarə əvəzi sifət əvəz edir. Burada mövcud vəziyyətdə şəxs əvəzi olduğu üçün sifət əvəz edir fikri yanlışdır. Hər ikisi ismi əvəz edərək əşyanı adlandırır. Yoldaşlar, şəxs əvəzi adlandırmır, əvəz eləyir. Yaxşı, bu adlandırır sözünü hala görsəz çıxın. Əvəzlərdən biri mənsub şəkilçisi qəbul edib, onun özü, buradakı mənsubiyyətdir, yaxşımı? Bu şəxs əvəzi mənsubiyyət qəbul edəməz deyə, bu yanlışdır, sadəcə cavab 1, 3, 5 olacaq. Yəni, biri qəbul edib doğrudur, bunu ikisini aid edə bilmərik. Cədvələ əsasən uyğunluğu bizdən soruşur. Deməli, doğruya doğru, yanlışa yanlış. Şəxs əvəzləri əşyanı adlandırır, şəxs əvəzləri əşyanı adlandırmır, əvəz eləyir. Ona görə bu yanlış fikirdir. Adlandırır, hala görsəz çıxacaqsınız. İşarə əvəzləri sifətin yerində işlənib morfoloji baxımından sifət olmur. Morfoloji baxımından əvəzlikdir, sadəcə sifətə əvəz edilir. Bu da yanlış cavabdır. Sonra, təyin əvəzlərin bəzisi formaca dəyişə bilmir. Bu doğru fikirdir. Məsələn, hərlə bütün dəyişməyəcək. Nə cür əvəzlikləri müxtəlif nitq hissələrini əvəz edə bilər. Bu da doğru fikirdir. Necə nə cür sual əvəzi də, məsələn, belə deyək də, necə nə cür nə deyə bilər, sifət əvəz edə bilər, zərf əvəz edə bilər. Aha, doğrudur. Qeyri-müəyyən əvəzi qeyri-müəyyən şəxsi və əşyanı əvəz edir. Bu da doğru fikirdir. İndi baxaq. Yanlış doğru çıxdın, yanlış doğru çıxdın, doğru doğru götürdün. Doğru yanlış çıxdın, doğru yanlış çıxdın. Gərək hər ikisi uyğunlaşar. 15-ci suala baxırıq. Əvəzli işlənmiş cümləni müəyyən edin. Aha. Hər an təhlükə ilə üz-üzə qala bilərdi. Bu hər an bir yerdə zaman zərflidir, zaman zərfidir. Bunu çıxırsınız. Yəni burada hər ayrıca elə bil ki, əvəzlik deyil də. Buna diqqət yetirin. Hər şeyin sonunu, hər şey qeyri-müəyyən əvəzidir. Bunu götürə bilərsiniz. Bu gün digər günlərdən fərqlidir. Bu gün digər günlərdən fərqlidir. Fərqli idi nə? Gün. Hansı gün? Bu gün. Bu ayrıca təyindir. Ona görə bu ayrıca əvəzlik olur. Yəni bu gün birlikdə zaman zərfi olmur. Əlindəki kitab özününküdür. Özününkünü görürsünüz, əvəzlikdən sifət düzəldib bunu çıxırsınız. Bəzən nə qədər çalışsan da alınmır. Bu nə qədər çalışsanda nə qədər sual əvəzi olacaq. Yaxşı yadınızda saxlayın, nə qədər sual əvəzi idi. Amma o qədər sual əvəzi yox, o artıq say olur. Ona görə 2, 3, 5 də ötürəkmi? 2, 3, 5 var variantında. Bəzi əvəzi formada dəyişməsə hansı sözü yerində işlənməz. Yoldaşlar, bu bəzi əvəzi formada dəyişində ismi əvəz eləyir. Çünki İsmail qrammatik şəkilçisi qəbul edir də, forma dəyişiliyordu. Ona görə hamısı sifətli deyə formada dəyişməyib bunları əvəz edirlər, amma düşmən isimli deyə bunu əvəz edə bilməz. Gələk formada dəyişə sonra əvəz edə. Klaserin boş xanalarına hansı fikirləri yaza bilərik? O, bu əvəzliyi. Aha. Özdən sonra əvəzlik gələrsə heç bir halda vericilik qoymaz. Xeyr, əlavə olarsa, ya da həmci söz olarsa qoyular, bu yanlışdır. Köməkçi nitq hissələrindən yalnız modal söz gələrsə qoyular. Xeyr, nida da gəlsə qoyulacaq, bu da yanlışdır. Bəzi nidalar. Feili birləşmə daxilində gələrsə özdən sonra vericilik qoyula bilər, doğru fikirdir. Özdən sonra qoşmalı söz gələrsə vericilik qoyula da bilər, qoyulmaya da bilər. Özdən sonra qoşmalı söz gələndə yoldaşlar ilə başa düşürlər ki, özdən sonra qoşma gəlir. Ay yoldaşlar, özdən sonra qoşmalı söz gələndə qoşmalı söz əvvəl söz olmalıdır, sonra qoşma olmalıdır. Qoşma sözə qoşur. İndi belə çıxır ki, tutaq ki, o əvəzindən sonra əvvəl söz gəlir, sonra qoşma gəlir. İndi sözün nə olmasından sonra vericilik qoyula da bilər, qoyulmaya da bilər də. Yəni bunu elə başa düşməyin ki, qoşma gəlir. Qoşma gəlmir. Qoşma qoşulan söz gəlir. Ona görə bu testin cavabı 3, 4 elə olur E variantı. 18. Venn diaqramından doğrunu bizdən soruşur. Hamı, elə,
o, mən, bu qədər. Hamı qeyri-müəyyən əvəzi, elə işarə əvəzi, o, mən, şəxs əvəzləri. Həmişə o kəndə gedəndə hər kəs bizi qarşılayırdı. Yoldaşlar, burada oya işarə əvəzi deyəcəksiniz, vergül yoxdur, çünki durğu işarəsi də buraxılmayıb. Hər kəs də qeyri-müəyyəndir, bizi də olur. Burada şəxs əvəzi. Amonim olan şəxs əvəzi işlənmişdir. Hamı elə düşünür ki, o mənim ən yaxın dostumdur. Deyə bilərsiniz, mənim burada da vergül qoyulmayıb. Burada vergül qoyulması normaldır, çünki özdən sonra əvəzi gəlib. Dostumdur kim? O mübtədadır. Şəxs əvəzidir, deməli düzdür. İsmi sualına cavab verir, mübtəda olub. Eyni zamanda amonimdir. Amonim olan şəxs əvəzi. Amma burada artıq vergül qoyulmalı idi əgər şəxs əvəzi idisə. Qoyulmayıbsa deməli işarə əvəzi idi. Və bu amonim deyil. Gəlib baxırsınız, burada biz şəxs əvəzi idi, bu amonimdir. Ona görə burada elə bil ki, bir əslində ortada olmalıdır. Ortada yazılıb deyə yanlışdır. Burada biz amonimdir, burada da o amonimdir. Hər ikisi şəxs əvəzidir. Birləri çıxaq. Avtomatik olaraq birləri çıxdıq cavabdan. 2 dənə cavabımız qaldı. Əvəzin biri zərf əvəz etmişdir. Elə düşünür, burada zərf əvəz etmişdir. Digər cümlədə zərf əvəzlərinə əvəzlik yoxdur. Əvəzin 3 məna növünə aid nümunə işlənmişdir. Baxaq görək bir. Elə işarədir, o şəxsdir. Başqa nə var burada? Hamıda qeyri-müəyyəndir, doğrudur. Burada da işarə, qeyri-müəyyən şəxs var. 3 də doğrudur, 3-ünü götürdük. 2-ni də götürürük onsuz da. O əvəzi işarə əvəzliyidir. Ortada olmaz, çünki birincidə şəxs əvəzi, ikincidə işarə əvəzi. Dördəncisi avtomatik cavab alınır. Təyin əvəzi işlənən sadə cümlədir. Həmişə o kəndə gələndə, burada təyin əvəzi yoxdur. Təyin əvəzi hər bütünün sıfırlandı, o da cümlədə yoxdur. 5 yanlışdır. İşarə əvəzindən sonra vergül qoyulsa, şəxs əvəzinə çevirilər. Bəli, doğru fikirdir. Ona görə 2, 3, 6-dır. Bura olmaz, çünki burada zaten o elə özü şəxs əvəzi idi. Sonra keçirik 19-cu suala. Heç kimsə gəlib soruşub ki, necə yaşayırsan? Bu cümləni intonasiya ilə oxumaq lazımdır. Heç ədatdır. Kimsə gəlib soruşub ki, necə yaşayırsan? Nə edib soruşub? Kimsə. Yaxşı. Necə yaşayırsan sözündə də necə burada sual əvəzi idi, zərf əvəz eləmiş olur. Görək indi bizə nəyi soruşur? Yanlış soruşur. Əvəzlərin biri zərflik, biri mübtəda rolundadır. Bəli, soruşub kimsə yaşayırsa necə? Bu doğru fikirdir. Mürəkkəb əvəzi işlənməsi də düzəltmə əvəzlik var. Bəli, mürəkkəb əvəzi yoxdur. Yəni demək istəyir ki, heç kimsə mürəkkəb əvəzi deyil də, kimsə düzəltmədə bu da doğrudur. Sual əvəzi sifəti əvəz etmişdir. Sual əvəzi sifət yox, özdən sonra feil gəldiyi üçün zərf əvəz eləmiş. Sual əvəzi sifət əvəz etməyib. Etməyib deyil, yoldaşlar. Axıra qədər oxumaq lazımdır. Doğrudur. Mürəkkəb və sadə əvəzi. Mürəkkəb əvəzi yoxdur. Düzəltmə və sadə əvəzi var. Biri ismi, biri zərf əvəz edib. Bu da dedik doğrudur. 19-cu cavab olacaq elə D variantı. 20-yə baxırıq. Hansı cümlədə işarə əvəzinin sonra vergülün işlənməsi doğrudur? Əvəzlik gəlib olmaz. Əvəzlik gəlib olmaz. Baxaq. Bu bizimkiləri gülər üzlə qarşı. O bizimkiləri vergülün işlənməsi normaldır. Hansı cümlədə işarə əvəzini? Hə, bayaq demişdiksə, nə demişdiksə, odan sonra vergül qoyubsa heç vaxt işarə olmaz. Ona görə avtomatik gəlib burada onlardan sonra vergüllər var deyə bunları çıxırsınız. Niyə çıxırsınız? Çünki o işarə əvəzi vergülla işlənməz. Yaxşı. A-la C-də çıxmışdıq. Çünki baxın təkrar deyirəm. İşarə əvəzi deyir, düzdür. Onlardan sonra vergül qoyulanda avtomatik şəxsdir. Bunlar çıxın. Burada özünün sonra əvəzlik gəlib olmaz. Özünün sonra əvəzlik gəlib olmaz. Cavab qare variantı. Amma özündən sonra əvəzlik gəlib hər dəfə də çıxmaq olmaz. Yəni baxmaq lazım görə nə əvəzidir? Məsələn, burada bu hər insana qismət olmur. Burada problem yoxdur. Bu bizim düşündüklərimizdən də çətindir. Burada da problem yoxdur. Amma diqqətli olun. Bəzən ola bilər ki, həmcins sözlər olar. O, mən, əli burada ola bilər. Və yaxud edirəm ki, o, bizim qonşumuz, burada da həmcins, daha doğrusu əlavə edək olar. Bunlara diqqət etmək lazımdır. Biraz daha dərinlik məqamlarda olar. Sertifikasiyada aşırı çox istifadə olunmaz. Miqdə toxunula bilər. 21. Sizin kimliyiniz, söhbət ibtidaidən gedir. Sizin kimliyiniz hamıdan çox, siz şəxs əvəzidir, kimlik isimdir, hamı qeyri-müəyyən əvəzidir, bizdə deməli şəxs əvəzidir, düzdür? Əvəzlər mənsubatına görə dəyişib, siz məsələn dəyişməyib, çünki şəxs əvəzi idi, biz şəxs əvəzi dəyişməyib. Şəxs əvəzi sifət əvəz etmişdir, şəxs əvəzi sifət əvəz edə bilmir. Əvəzlər hal şəkildə qəbul edib, siz kimlik hamı biz qəbul eləməyib. Düzəltmə əvəzi işlənmişdir. Baxaq görək bir düzəltmə əvəzi varmı burada?
Əvəzi hal şəklisi qəbul edib. Yoldaşlar, əvəzi hal şəklisi qəbul edib də sizin yiyəlik, hamıdan çıxışlıq, bizi təsirlik, bu düzdür. Düzəltmə əvəzi işlənib, düzəltmə əvəzi yoxdur. Qeyri-müəyyən əvəzi zərflik roluna çıxış edir. Qeyri-müəyyən əvəzlik burada hamı qeyri-müəyyən əvəzlikdir. Bu da zərflik deyil. Aha. Hansı əvəzi situasiyadan asılı olaraq mübtəda və təyin kimi düşünülə bilər deyir bizə, düzdür? O həyətdəki ağacları görəndə gözləri önündə keçmişi canlanırdı. Nə edirdi? Belə deyək də sizə. O həyətdəki ağacları görəndə gözləri önündə keçmişi canlanırdı. Nə edirdi? Canlanırdı. Nə onun keçmişi. Neynəsəz də buradakı o sözü şəxs əvəzi olmaz. Vergül qoysaz da, qoymasaz da. Yaxşı. Həyətdəki ağacları görəndə çünki tərkibə daxildir. Sonra bu düşüncələrin təsirindən ayılanda yeni sarsıdıcı xəbər eşitdi. Burada ola bilər. Mübtəda və təyin kimi. Amma belə deyək də, baxın. Nə eşitdi? Kim bu? Vergül qoysan olacaq mübtəda. Amma vergül qoymasan eşitdi. Bu düşüncələrin təsirindən ayılanda tərkibə daxil olacaq və təyin olmayacaq. Sonra o maşına minəndə anası çağırdı. Nə etdi? Çağırdı. Kim? Anası. Nə zaman? O maşına minəndə. Yəni vergül qoysan da, vergül qoymasan da tərkibə daxildir. Müstəqil cümləsi olmur. Daha sonra pozaq buranı. O çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edirdi. Seyr edirdi. Kim? O. Vergül qoysan olacaq şəxs əvəzi. Bir də o çayın kənarındakı meşələri. Hansı çayın? O çayın olacaq təyin. Özün sonra da təsvirlənməyən forma yoxdur ki, bunu tərkibə qatı. Ona görə cavab D variantıdır. Bu əraziləri seyr etməkdən çox böyük zövq alardı. Nə edər? Zövq alardı. Kim bu? Belləsən olacaq deməli mübtəda. Amma vergül qoymasan bu əraziləri seyr etməkdən artıq məsdər tərkibi var deyə başına yığacaq və ora təyin olmayacaq. Diqqətli olun biraz. 23-ə baxırıq. Əvəzlik təyin kimi işlənib, əvəzlik zərflik kimi işlənib, əvəzlik mübtəda. Aytaç həmin kəndə çatandan sonra Azər qayıtdı. Həmin kəndə çatandan sonra bir yerdə zaman zərfliyi olur. Burada heç belə deyək də əvəzlik müstəqil cümlə deyil. Gəlin aları çıxaq. Bu getdi. Aları çıxsaq bu getdi. Bir də bu getdi, düzdür? Daha sonra de görüm hansı sənin tapşırığını etməyib, nə edib, etməyib, kim hansı? Bura sual əvəzi müstəqil şəkildə mübtədadır. Ona görə bax elə bunu yazırıq B-yə, B-ni yazırıq 3-ə. Qardaşım elə şagirddir ki, şagirddir, necə şagirddir, elə şagirddir. Bura təyindir. Ona görə bunu yazırıq, C-ni yazırıq 1-ə. Hələ də bilmirsən ki, hara gedirsən, nə edirsən, gedirsən, haraya yer zərfliyidir. Zərfli işlənib deyə bunu da yazırsan bura. Aha. O evə gələrkən Həmid kişi görmədi. Əvəzi mübtəda kimi işlənib. Bəli, görmədi kim? Həmid kişi nə zaman? O evə gələrkən Həmid kişi görmədi. Nə etdi? Görmədi kim? Həmid kişi. O evə gələrkən haraflasan bir yerdə tərzəki səhvli əvəzi burada müstəqil cümləsi deyil. Eyni buran çıxırsan 23-cün cavabı qalır. Burada da C variantı. Vaxt itirmədən 24-ə keçirik. Mən belə həyatın nəyindən inciyim? Mən şəxs əvəzi, belə işarə əvəzi, nəyindən deməli onun nəyi sual əvəzi, bu qədər. Fərqləndirilən sözün əvəzlik olduğunu nəzərə alaraq düzgün yerləşmələri müəyyənləşdirin. Belə sözdən söhbət gedir burada. Belə söz fərqləndirilib, düzdür? Baxaq. Amonim olan əvəzi işlənib. Bəli, belə söz əvəzlikdir deyə ədatla amonimdir. Bir doğrudur. Daha sonra əvəzlərin heç biri morfoloji baxımdan dəyişə bilmir. Niyə ki, elə dəyişə bilər, mən dəyişə bilər, belə dəyişə bilər, nə zaten dəyişib. Morfoloji baxımdan dəyişməkdə qrammatik şəkildə qəbul etmə nəzərdə tutur. İkiləri çıxaq. Billəri də götürək. Yanlışdan yanlış seçməliyik. Əvəzlərin hamısı birbaşa hal şəkildə qəbul edir. Xeyr. Belə əvəzliyi halların sonra mənsubiyyət şəkildə qəbul edilir normal olaraq. Ona görə 3 də səhvdir. Əvəzi müxtəlif mənalarına aid nümunə var. Mən, şəxs, işarə, sual doğru deyə götürmürsünüz. Testin düzgün cavabı olur. E variantı. Baxırıq 25-ci suala. Məncə deməli modal sözdür. O şəxs, bu işarə, heç kəs, qeyri-müəyyən. Cümlədə sual əvəzi xaric digər məna növlərinə aid nümunə var. Heç kəslə eyni olmur. Burada eyni olmasın bir yerdə mürəkkəb feildir deyə eyniyə artıq burada əvəz deməyəcəksiniz və burada şəxs var, işarə var, bir də qeyri-müəyyən var, təyin əvəzi yoxdur. Ona görə bir yanlışdır. İki şəxs əvəzi işlənib, biri yiyəlik haldadır. Baxaq,
Burada 2 dənə şəxsi əvəzi yoxdur axı. O şəxsi əvəzidir, bu işarədir, bu da səhvdir. Nümunədə təyin əvəzi işlənməyib, doğrudur, təyin əvəzi işlənməyib. Eyni söz ayrıca təyin əvəzi ola bilər, amma burada eyni olmaq mürəkkəb feildir. Əvəzdən biri sinonim ilə əvəz etmək olar. Məncə onun bu addımı heç kəs eyni olmasın. Kimsə ilə əvəz edə bilər heç kəsi. İşarə əvəzi heç bir cümlə rolunda deyil. Onun addımı birləşmədir. Deməli, bu burada daxildə qalır, tərkibin daxilində. Müstəqil cümlə deyil, 25-ci cavab olur A variantı. 26. Hər bir öz əvəzləri elevin diaqramını əsasən müqayisə edib doğru fikirləri bizdən soruşur. Qrammatik şəkildə qəbul edə bilmir. Deməli, yoldaşlar, burada vəziyyət belədir ki, həm hər əvəzliyi, bir saniyə, hər əvəzliyi, daha doğrusu qrammatik qəbul edə bilmir, amma öz əvəzliyi qəbul edə bilər, düzdür, bizim özümüz. Ona görə bir doğrudur. Birbaşa hal şəkilçisi qəbul etmir, birbaşa hal şəkilçisinin öz əvəzliyisi qəbul etmir, yanlışdır. Əşyanın ümumi şəkildə təyin edilir, təyin əvəzliyi olduğu üçün təyin edəcək. İsmi əvəz edə bilmir, öz əvəzliyi özümüz mənsubiyyət şəkilçisi qəbul edən əvəz edə bilər. Özündən sonra gələn mənsubiyyət şəkilçili sözdən ayrı sintaktik təhlil olunur. Aha, deməli, xeyr, öz birlikdə təhlil olunur, hər ayrıca təhlil olunur. 5 yanlışdır. Mənsubiyyət şəkilçisi qəbul edə bilir, 6 da doğrudur, 1, 3, 6 var, A variantı. 27-yə baxırıq. Hansı variantdakı fikrə əsasən əvəzlik ikili cümlə üzvü kimi düşünülə bilər? Yerli hal şəkilçili bir şəxs əvəzi. Yerli hal şəkilçili bir şəxs əvəzi mübtəda da ola bilər, tamamlıq da ola bilər. Və yaxud da ki, yox, yerli hal deyir, hə? Bizdə, dadə, bizdə tamamlıq da ola bilər, yer zərfli də ola bilər. Deyirəm ki, onun kitabı bizdə qalmışdı. Burada bizdə qalmışdı, evimizi nəzərə tutsam yer zərfli olur. Bizim özümüzdə, yəni uşaqlar mənasında, deyirəm ki, məsələn, bizdə qaldı. Özümüz mənasında, özümüzü düşünsək tamamlıq olacaq. Ona görə bir doğrudur. Özündən sonra vergül qoyulan həmin əvəzliyi, normalda həmin əvəzin sonra əslində vergül qoyulmamalıdır. Ona görə bəlkə ola bilsin ki, həmcüs üst falan olar. Amma yenə də həmin əvəzinin funksiyası sifəti əvəz eləməkdir. Ona görə bunu iki cür düşünülməli, təyin olacaq. Müstəqil cümlə əvəzi olan hansı əvəzliyi? Hansı əvəzliyi ola bilər? Məsələn, hansı əvəzliyi belə deyək də, hansı adam desən, nə olacaq bura? Təyin olacaq. Müstəqil cümlə əvəzi olan hansıdır desən, xəbər olacaq. Üçü düşünə bilərsən. Əşya aid olan necə əvəzliyi? Əşya aid olsa təyin olur bu heç. Cümlədə xəbərə aid olan nə əvəzliyi? Məsələn, deyirəm ki, tutaq ki, nə deyə bilərik? Nə almısan tamamlıq ola bilər. Və yaxud da deyirəm ki, burada ismi əvəz eləsə mübtəda da ola bilər. 5-də ölçsəm, 1, 3, 5 cavab olacaq. O 27-də D variantı. Davam edək. Kimsə bilməzdi ki, hər gün o burada nə edir? Kimsə qeyri-mənə əvəzlikdir. Bir dənə də burada o şəxs əvəzliyidir. Hər gün zaman zərfi olur. Burada yer zərfidir. Onunla bizim işimiz yoxdur. Aha, indi görək nə deyir burada. Birinci cümlədəki əvəzi sinonim ilə əvəz etmək olar. Kimsəni heç kimlə əvəz edə bilərsiniz. Çünki xəbər inkardadır. Bir doğrudur. Sual əvəzi cümlədə ismi xəbər rolunda çıxış edir. Nə edir də bura sual əvəzidir. İsmi xəbər deyil, feili xəbərdir. Nümunədə yalnız işarə əvəzi işlənib. Sual əvəzi də var. Qeyri-mənə əvəzlik də var. İşarə əvəzi məkan məzmunu bildirir. İşarə əvəzi. Baxaq şuraya bir. Yoldaşlar, burada kimsə qeyri-mənə əvəzi, düzdür? O şəxs əvəzidir. Nə edir də sual əvəzi. Burada işarə əvəzi yoxdur. Bundan çıxıq, əşyanı ümumi şəkildə təyin edən əvəzlik təyin əvəzliyidir. Təyin əvəzdə işlənməyib fikri doğrudur. Təyin əvəzlik yoxdur burada. 28-ci cavab olacaq variantı. 29-a keçək. Verilən fikirlərin yalnız ikisinə ayrılan əvəzliyi müəyyənləşdirin. Yalnız ikisinə ayrılan əvəzlik. Bir-bir baxmalıyıq. Həmin kitabı Akif çoxdan həmindir. İsmi əvəz edə bilir, yanlışdır. Bunu ödəmədi. Mənsubiyyət şəkilçisi işlənə bilir, yanlışda ödəmədi. Hal şəkilçisi qəbul edə bilir, ödəmədi. Sifəti əvəz edə bilir, ödədi. Bu birini ödədi, bunu çıxırıq. Bizə lazımdır ki, ikisini ödəsin. Bəzi insanlar hələ də haqqa görə bəzindən söhbət gedir. İsmi əvəz edə bilər, bəli, bəziləri gəldilər, ismi əvəz edir. Mənsubiyyət şəkilçisi qəbul edə bilər, bəli. Hal şəkilçisi qəbul edə bilər, bəli. Sifəti əvəz edə bilər, bəli. Bu hamısını ödədi deyə bunu çıxırıq. Hər zaman hamı haqlıdır. Hər zamanca hamıya bax. İsmi əvəz edə bilər, doğrudur. Mənsubiyyət şəkilçisi ilə işlənə bilər. Bizim hamımız doğrudur. Hal şəkilçisi qəbul edə bilər. Hamını çağırdı. Sifət əvəz edə bilər.
əvəz edə bilməz. Ona görə bu da 3 növdədir. O Akiflə yaxın dostdur. İsim əvəz edə bilər, doğrudur. Məsbət şəkilçisi ilə işlənə bilər, yanlışdır. Hal şəkilçisi qəbul edə bilər, doğrudur. Sifət əvəz edə bilər, yanlışdır. Deyə bilərsə, ay müəllim, o əvəzi sifət əvəz edə bilər. Məsələn, o adam, ay yoldaşlar. O adamda o sifət əvəz edir, okey deyə buna bir şey demirəm. Amma sən diqqətli ol. Odan sonra vergül qoymuşsansa bu şəxs əvəz edir, düzdür? Axı şəxs əvəzi sifət əvəz eləməz. Sən dediyin o adamda o şəxs yox, işarə əvəz edir. Ona görə D ikisi növdədir. İsim əvəz elədi, hal şəkilçisi qəbul edir, amma bu ikisi növdəmədir. Cavab D-dir. Kimsə bilməz, isim əvəz edir, doğrudur. Məsbət şəkilçisi ilə işlənə bilər. Bizim kimsəmiz kimsəni çağır, hallana da bilər, sifət əvəz edə bilər. Nağd 3 növdədir. Bunda çıxırıq. Cavab olar D variantı. Hər bütün üstədən təyin əvəzi idi. Quyuların dərini mənəm şəxs əvəz edir. Məni öz içimdən kim çıxardacaq? Aha. Yalnız ki, ikisi morfoloji baxımdan dəyişə bilmir. Bütün dəyişə bilmir. Qalanlar dəyişir, yanlış fikirdir. Sonra, yalnız biri müstəqil cümləsi deyil. Baxaq, bütün quyuların dərini mənəm, bütün təyindir, mənəm xəbərdir, məni tamamlıqdır, kim deməli mübtədadır, öz bir dənə müstəqil cümləsi deyil, deməli bu doğrudur. Öz adətən özdən sonra gələn isimdən bir yerə təhlil olunur. Xəbər vəzifəsinin şəxs əvəzi təsirli halla xəbər vəzifəsinin şəxs əvəzi təsirli halla əlaqələnib. Quyuların dərini bu mənsubiyyətdir, səhvdir. Yəni xəbər formasının mən əvəzliyi, mənəm əvəzliyi mənsubiyyət şəkilçilə sözlə əlaqələnib, təsirli halı yox. Sifət əvəz edən bilən əvəzi işlənməyib. Niyə əvəz eləyə bilər? Özü var məsələn. Bütün var. Sual əvəzləri bağlayıcı söz kimi işlənib, bağlayıcı söz ümumiyyətlə yoxdur. Keçirik 31-ci suala. Deməli, hansı cümlədə işlənən işarə əvəzi morfoloji baxımdan dəyişə bilmir? Morfoloji baxımdan dəyişə bilməməsi üçün deməli bütün olmalıdır. Düzdür? İşarə deyir də düzdür. İşarə deyirsə bütün yox. İşarə əvəzi hansıdır? O, bu, elə belə, həmin. Həmin ola bilər, bu ola bilər. Düzdürmü? İndi baxaq, axtaraq. Hər adam. Burada hər bütün öz filan təyinli işarə əvəzi yoxdur. Aydının bütün bu olanların bu dəyişə bilər. İşlənən işarə əvəzi morfoloji baxımdan dəyişməz. Bu dəyişə bilər də. Məsələn, bunu deyə bilərsən. Hə, bu dəyişəcək. Bura gələn onların o şəxs əvəzidir. Bura yer zərflidir. O həmin dedik dəyişməyəcək. Cavab D variantıdır. Biz ona hər şey olduğu kimi burada da heç deməli işarə əvəzi yoxdur. Baxırıq növbəti suala. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirin deyir. Aha, davam edək. Cümlədə təsirli halda işlənən əvəzlik varsa, ikinci dərəcəli üzv işlənib. Təsirli halda olan əvəzlik bəlkə məsələn belə deyim də sizə. Onu burada görmək mənə xoşdur. Burada onu burada görmək mübtədadır, görürsünüz. Və onun daxilində təsirli halda əvəzlik işlənib. Ona görə təsirli halda əvəzlik varsa, ikinci dərəcəli üzv var demək olmaz. Yaylaq, bizim yaylaqlara oxşarsan cümləsində fərqləndirən söz eyni sözlə sinonimdir. Eyni əvəzlikdir, oxşarsan, yaylaqlara oxşarsan, yaylaqlara oxşayırsan mənasında düşünsək feil olur. Oxşar sifət kimi düşünsək sifət olur. Eyni ilə eyni nitq olmadığı üçün, müxtəlif nitq olduğu üçün sinonim olmayacaq. Sual əvəzi sayı əvəz edəndə təyin zərf əvəz edəndə zərflik ismi əvəz edəndə mübtəda olur. Bu doğrudur, qabağını yanlış yazıb çıxacaqsınız. Hər filan əvəzləri mürəkkəb əvəzinin tərkib hissəsi ola bilir. Həmçinin bu sözlərdən yeni söz yaratmaq olar. Bəli, hər kəs, filan kəs mürəkkəb olur. Hərdən yeni söz, filanıncı yaratmaq olur. Doğrudur, götürürsünüz. Kimsə əvəzi müxtəlif məzmunlu ifadə edəndə amonim əvəzi. Kimsə əvəzi müxtəlif məzmunlu ifadə edəndə amonimdir. Xeyr. Kimsə. Kimsə belə deyək də heç kim mənasını bildirə bilər. Biri mənasını bildirə bilər. Kimsə gəldi, burada biri mənasını bildirir. Kimsə gəlmədi, burada heç kim mənasını bildirir. Amonim olmayacaq, yaxşı. Ona görə bunun cavabı D-dir. Yəni bura yanlış yazılmalı. Doğru yazılıb deyə götürmürük. İşarə əvəzinin zərfi əvəz etdiyi nümunəni bizdən soruşur. Baxaq. Elə mən də sabahki oyun haqqında düşünürəm. Burada elə mən ədatdır burada. Çöldə elə istidir ki, isti sifət olduğu üçün elə burada zərf əvəz edilmiş olacaq. Diqqətli olun. İsti sifət olduğu üçün elə bura zərf əvəz edir. Xalqın azadlığı elələrini deməli isim xüsusiyyətini qəbul edib ismi əvəz eləyir. Belə insanların insan isimli deyə bura sifət əvəz edir. Elə oradaca onu
Düz bir saat gözlədilər. Elə oraca burada da ədatdır. 34-dən davam eləyək. Həmin belə eyni bəzi əvəzlərlə bağlı hansı fikir doğrudur? Hamısı təyin ifadə vasitəsi ola bilər, doğrudur. Bir əvəzi ismi əvəz edə bilməsə də cümlə ismi izah edə bilər. Həmin əvəzdən söhbət gedir. Belə əvəz eləyənmir, amma cümlədə ismi izah edə bilər. Cümlə daxilində ola bilər. Belə deyək də. Məsələn, həmin əvəzi ismi əvəz eləmir, amma həmin insan desən, burada ismi izah edir də, düzdür? Bunu niyə çıxmışam mən? Doğru deyirəmsə götürməliyəm də bu üçün. Üçün mənsup şəkildə qəbul edə bilir. Həminlə başqa nə var burada? Üçün elə həmin çox üçü qəbul edə bilər. Doğrudur. Zərf əvəz edə bilən əvəzlər ismi əvəz edə bilməz. Yanlış cavabdır. Burada belə sözü zərf əvəz edirsə ismi də əvəz edəcək. Belələri ismi əvəz edir. Belə danışdı zərfi. Sonuncu əvəzi formaca dəyişməyən ismi əvəz edir. Xeyr, bəzi formaca dəyişməlidir ki, bəziləri, bəzisi o zaman ismi əvəz eləsin. 1, 2, 3 E variantı. Keçirik 35-ci suala. İşarə əvəzləri quruluşda sadə olur, düzəltmə mürəkkəb olmur. Bu doğru fikirdir. Qabağına yanlış yazıb. Daha sonra şəxs əvəzi sintaktik vəzifəsi cümlə daxilində müxtəlif cür düşünülə bilər, düşünülə bilməz. Şəxs əvəzlərinin sintaktik, bu şəxs əvəzi idisə cümlə daxilində sintaktik vəzifəsi sabit qalacaq da. Ona görə bu düşünülə bilməz doğrudur. Doğruya doğru deyir deyə B olacaq. Bizim uşaqlar gələndə axşam cümləsi şəxs əvəzi təyin ifadə vasitəsidir. Bizim uşaqlar gələndə bir yerə feili bağlama tərkibli zaman zərfli olur. Ona görə yanlışdır. O bura gələrkən axşam idi cümləsi əvəzdən sonra vericinin işləməsi yanlışdır. Xeyr, doğrudur. Bura zərfdir. Elə belə sözləri ismi əvəz edəndə sifət feili izah edəndə zərf kimi işlənir. Zərf kimi işlənmir də. Zərfi əvəz edir, bütün halda əvəz edir. Zərf kimi işlənir fikri yanlışdır. Zərfi əvəz edir, sifəti əvəz edir desəydi doğru olacaqdı. Amma zərf kimi işlənir, sifət kimi işlənir, artıq bu yanlış fikirdir. Ona görə bu suala biz B deyəcəyik. Keçirik 30. Bir dəqiqə. Bunu nəyə səhv elədik biz? Bircə dəqiqə gözün görək bir. Şəxs əvəzinin sintaktik vəzifəsi cümlə daxilində müxtəlif cür düşünülə bilməz. Üzr istəyirəm yoldaşlar, üzr istəyirəm, biraz tələsdim. Məsələn, biz əvəzliyi, düzdür? Biz şəxs əvəzliyi. Əvəzliyin sintaktik vəzifəsi cümlə daxilində müxtəlif cür düşünülə bilər. Məsələn, bizdə olsun. Bu bizdə kimdə desəz tamamlıq olacaq, harda desəz zəfli olacaq da. Bayaq dedim, axı kitabın bizdə qalmışdı. Ona görə bu yanlış olmalıdır əslində, düşünülə bilməz, düşünülə bilər. C heç, A heç, quruluşda sadə, bu doğrudur, yanlış deyib deyə çıxmışıq, B-ni çıxdıq. B yanlışdır, doğru dedik, çıxdı. E də yanlışdır, doğru dedik, D-yə baxaq. O, bura gələrkən axşamda cümləsində əvəzdən sonra vericinin qoyulması, işlənməsi yanlışdır. Yanlışdır, yox, doğrudur, düzdür. İndi yanlışı yanlış demək özü doğrudur deyə bu sualın cavabı D daha məqsədə yoxundur. 36-cı suala baxıram. Mən hal-hazırda bu izahat çəkəndə saat 2-yə işləyib deyə gecədə biraz yorğunluq ola bilər. Verilən fikirlərin doğru və yanlış olduğunu müəyyənləşdirin. Baxaq. Əvəzin özünə aid heç bir qrammatik şəkilçisi yoxdur. Bu doğru fikirdir. Hər təyin əvəzi adətən vaxt, zaman kimi sözlər təyin edib cümlə təyin olur. Mənim hər vaxtla zamanın işlənsə, hər vaxt, hər zaman bu zərf olur artıq. Yaxşı, birlikdə götürülür hər vaxt, hər zaman. Ona görə bu yanlışdır. Bu əvəzdən sonra isim gələrsə vericil qoyula bilər, qoyulmaya da bilər. Bu əvəzindən sonra isim, bəli, bu əvəzdən sonra isim gəlsə, ismin sonuna cavab versə bu əvəzi qoyulacaq, sifətin sonuna cavab versə qoyulmayacaq. Mütəlat hamlıq vəzifəsindən işlənən o əvəzi işarə əvəzi olmur, doğrudur, şəxs olur. Bəzi işarə əvəzləri mənsup şəkildə qəbul edə bilər, işarə əvəzisi elə bilər, doğrudur. Doğru, yanlış, doğru, doğru. B variantı. 37-ci suala baxırıq. İşarələnmiş əvəzlərlə bağlı ortaq fikirlərdir. İkincilər gəlib ikincilər qalib gəlirlər, onları təltif etdilər. Bura onlar sözü ikinci sayını əvəz edib. Mən hələ sonuncu işi bitirmişəm, həmin əvəzi sonuncunu əvəz edib. Düzdür? Hər şeyin ilk hissəsini əvəz edib. İkincilər də saydı, sonuncu da saydı. Bir doğrudur.
Sonra morfoloji baxımının əvəz etdiyi nitq hissəsidir. Morfoloji baxımının əvəz etdiyi nitq hissəsidir. Say əvəz ilə o demək ki, saydır. Xeyr, yanlışdır. Fərqli məna növlərində fərqli nitq hissələrini əvəz ediblər. Fərqli nitq hissələrini əvəz eləməyiblər. İkisi də say əvəz edib. Nə olsun, özlərinin məna növü fərqlidir. Qurursa sadə əvəzləri əvəzlikdir. İsim əvəz etməyib, doğrudur. Onlarla həmin sadədə heç bir isim əvəz eləməyib. Saylar əvəz eləyib. 4-də götürsək 37 elə olacaq. 1-dən 4. Keçirik 38-ə. Cədvəl açsan uyğun fikirləri bizdən soruşur. Sual əvəzliyi. Deməli, sual əvəzliyi əvəzliyin özünü də əvəz edə bilər, doğrudur. İşarə əvəzliyinin hamısı mənsubatə görə dəyişə bilir. Deməli, məsələn, həmin dəyişməyəcək. Sonra təyin əvəzlər qurursa yalnız sadə olur, doğrudur. Sonra şəxs əvəzləri hallanır, məsələtə görə dəyişir, məsələtə görə dəyişmir. Bəzi işarə əvəzləri cümlədə təyin xəbər ola bilər, doğru fikirdir. Deməli, 1, 3, 4, 38 olsun C variantı. O əvəzdən sonra vergül qoyulmalıdır. Uyğunu bizdən soruşur, düzdür. O mənim əvəzi cəhətdə qoyulmayacaq. O bugün, burada bu deyil də, bugün zərfli deyə qoyulacaq. O artıq ədat deyə qoyulmayacaq. Bu əvəzdən sonra vergülün qoyulması doğru deyil. Bu sənin əvəzi cəhətdə qoyulmayacaq. Bu səndəki, bu sifətdir qoyulacaq. Eyni zamanda kim sonra cavab, nə sonra cavab verir. Heç vaxt birlikdə zaman zərfidir. Heç burada ədat deyil. Burada da nə sonra cavab verir deyə qoyulacaq. Ona görə bu testin cavabı ilə 2-dən 4 olur. Keçirik 40-cı suala. Deməli, bizim sənət dünyasının 40 telli sazıyam. Bircə ondan razıyam ki, özümdən narazıyam. Yiyəli hal olan şəxs əvəzi təyin rolundadır. Burada söhbət bizimdən gedir. Dünyası, ikinci sətdə mənsubiyyət düşüb deyək, bizim burada təyin olur, bir doğrudur. Daha sonra əvəzlərin ikisi sifəti, ikisi isim əvəz etmişdir. Bizim sənət dünyasının 40 telli sazıyam. Bircə ondan razıyam ki, özümdən... Burada 3 dənə əvəzlik var, ona görə bu yanlışdır. Təyini əvəzlik mənsubiyyət şəkilsi qəbul edib. Özümdə, mənim özüm mənsubiyyətdir, doğrudur. Əvəzin 3 fərqli məna növü var. Biz şəxsdir, o şəxsdir, öz işarə, daha doğrusu təyindir. Burada ondan sözü hallanıb deyə deməli işarə olunur. Şəxs olur. 3 yox, 2 olmalı. 4 də səhvdir. Sualın cavabı olur E variantı. Keçirik 41-ci suala. Təyin əvəzlərin təyin kimi işlənmədiyi cümləni bizdən soruşur. Nə vaxt evə gəlsən öz kitabını mənə ver. Öz kitabını burada bir yeri təhlil olunur deyə təyin olunur. İşçilərin bəziləri hələdən maaş ala bilməmişdilər. Təyin əvəzi hər bütün öz filandır. Burada heç təyin əvəzi yoxdur. Vətəni düşünən həmin igidlər. Burada işarə əvəzi təyin olub, bu doğrudur. Təyin əvəzi təyin olub, doğrudur. Bir dəqiqə. Üzr istəyirəm. Təyin əvəzi hər bütün öz filandır. Burada hər bütün öz filan yoxdur. Burada həmin işarə əvəzidir. Yeni çıxan bütün vəsaitləri əldə etmək üçün şəhərə getdi. Yeni çıxan vəsaiti əldə etmək üçün bir yeri təhlil olunur. Burada bütün sözləri səhv-səhvli olur. Bir dalğalı, bir düz. Burada bütün artıq müstəqil cümləsi olmadı. 4-də götürək. İclası davam olaraq hər gün eyni adamlar gəlirdi. Hansı adamlar? Eyni adamlar. 1-4 bu sualın cavabı olacaq E variantı. Aha. Keçirik 42-ci suala. Elə əvəzliyi sifət əvəz edib, kimə düzəltmə əvəzi kim işlənib? Elə əvəzliyi sifət əvəz edib. Bu elə maraqlıdır ki, əvəzliyi sifət əvəz edib. Bu elə maraqlıdır ki, oxuduqca doymursan. Bu maraqlı sifət olduğu üçün burada zərf əvəz edəcək. A-nı çıxırıq, gəlin A olanları çıxaq. Daha sonra elə danışır ki, burada zərf əvəz edib, B-ni də çıxaq. Burada elə insan, bəli, burada C-ni yaza bilərik 1-ə. Qəbula görə kimi dərs oxuyur, kimi test yazır, kimi düzəltmə əvəzidir, bəli. Deməli, D-ni də yazırıq bura. Mən kimi desəm, o da gəlsin. Burada kimdir? Qeyri-məna əvəzlikdir, düzdür? Daha doğrusu sual əvəzidir. Burada başdan sonradan çıxıb deyə, bu artıq düzəltmə olmayacaq. Buradakı bu qrammatik olur. Ona görə bu sualın cavabı elə qalır C variantı. Keçirik 43-cü suala.
Aha. Şəxs əvəzindən sonra vergül doğru qoyulub. Bu şəxs əvəzliyi deyil, işarə əvəzliyidir. Düzdür? O hər an bir zaman zərfidir, bu doğrudur. O öz-özünə danışır, hamı onu dəli hesab edir. O öz-özünə danışır, üçü də götürürük, düzdür? O öz-özünə danışır. Bunu da götürürük. Əvəzdən sonra vergül düz qoyulsa da, əvəzi cümlə özünün ifadə vasitəsi deyil. Baxaq. Vergül düz qoyulsa da, deməli, cümlə özünün ifadə vasitəsi deyil. Anar dedi ki, o bugün gələndə qəza keçir. Bura cümlə özünün ifadəsi deyil, vergüllə problem yoxdur. Bu evə gələrkən yolda cərimələnib. Burada müstəqil cümlə əzvidir, elə problem də yoxdur vergüldə. O sözlərini düşünəndə çox gecidir. Gecidir nə zaman? O sözlərini düşünəndə vergül qoyulsa da, amma fe'li bağlama tərkibinin daxilində olur. Deməli, zaman zərfli 2, 3, 6, 43-nə cavab olur B variantı. Keçirik 44-cü suala. Hansı cümlədə əvəzli amonim olan söz işlənib? Əvəzli amonim olan söz. Belinə götürdüyü yük burada bel sözüdür, amonim deyil. Biz millətin gələcəyi uğrunda çalışırıq. Bu da elə əvəzlikdir, biz isminlə amonimdir. Elə adamlarla bizim əlaqəmiz olmamalıdır. Burada elə özü əvəzlikdir, amonimdir. Kimi şərab içir, kimi insan qanı. Burada da qeyri-məna əvəzlidir. Elə bunu deyirdi ki, burada artıq elə ədatdır. Elə əvəzindən amonim olacaq. Diqqətli olun. 45-ə baxırıq. O, bu işarə əvəzliyi sifət əvəz edir. Hər əvəzi formaca dəyişə bilməzsə formaca dəyişə bilən sözə aid olur. Fikirlər seçməliyik. Elə biləm uyğunlaşdırma deyə bu tez. Baxaq şuraya bir. O, bu işarə əvəzliyi sifət və ismi əvəz edir. Yoldaşlar, o, bu işarə əvəzliyi sifət ismi. Əgər bu ismi əvəz eləyəcəksə, da o burada işarə olmayacaq, şəxs olacaq. Bir yanlışdır. Sonra, hər əvəzliyi formaca dəyişə bilməsə də, formaca dəyişə bilən söz aid ola bilər. Belə, məsələn, hər adamlar, daha doğrusu, hər adam deyək. Burada hər özü dəyişməsə də adamlar dəyişə bilər. Adam dəyişə bilər, daha doğrusu. Sonra, biz əvəzdən sonra gələn istənilən sözdə mənsup şəkilçisi olmasa təyin kimi işlənə bilər. Biz əvəzindən sonra gələn istənilən sözdə mənsup şəkilçisi olmasa, niyə ki? Biz kəndə gələndə artıq burada özün sonra mənsubiyyət yoxdur, amma tərkibin daxilində bir yeri təhlil olunur. Elə işarə əvəzliyə aid olduğu sözdən sonra iki fərqli lintik hissəsini əvəz edə bilər, bəzi sifəti və zərfi. Həmin əvəzlik kontekst daxilində ismi, sifəti, fe'li, sayı əvəz edə bilər, bəli. Bu da 5-dir. Cümlə daxilində belədir ki, məsələn deyirəm ki, o, məsələn, o oxuyan uşaqdır. Mən də həmin uşağı xoşlayıram. Burada oxuyan artıq görürsünüz fe'li sifətdə həmin fe'li sifət əvəzlədir. Və yaxud da ki, məsələn, bayaqda nümunə var da deyir ki, qardaşım 5-ci mərtəbədə yaşayır, mən də həmin mərtəbəsindən burada da 5-ci sayını əvəz edir. Bu tipli, ona görə 5 də doğru olur. 2, 4, 5 bu sualın cavabı olur. C variantı. Baxırıq 46-cı suala. O, bu əvəzindən sonra verici düzgün qoyulub, bizdən uyğun olanı soruşur. O, buraya gələnlər arasında ən az yaşlı idi. Kim sonra cavab verir, sonra zərf gəlib. Bu, mənim ömür yoldaşım. Burada ömür yoldaşım, mənim ömür yoldaşım bunun əlavəsi deyə bu vericilə problem yoxdur. Əvəzə gəlsə belə düz qoyulub. O, ölkəni tərk edəndə qiyam yeni başlamışdı. Burada da o, ölkəni tərk edəndə. Burada da problem yoxdur. 1, 2, 3. O, bu əvəzə sonra vericilə yanlış qoyulub. O, sən, Kənan, həmdi süzdür, doğru qoyulub. Bu, necəliyində, necəlik isimli deyə burada da doğru qoyulub. Yanlış soruşur deyil, A-nı seçirik, olur cavabımız. 47-yə baxırıq. Müxtəlif cümlələrdə yer alan əvəzlər üçün hansı fikir istənilən halda ortaqdır? Fe'li xəbər kimi çıxış etməyib. Bəlkə deməli təsvirlənən fe'lin sualıdır. Məsələn deyirəm ki, sən nə edirsən? Sonra xitabın tərkibində yer almayıb, ala bilər. Əsas lintik hissəsini əvəz edib. Bəli, əsas lintik hissəsini əvəz edəcək. Yəli halda işlənsə hökmən ın şəkilsi qəbul edə bilər. Mənim olsa ım olacaq axı. Fe'li əvəz etməyib, fe'li əvəz edə bilər. Keçirik 48-ci suala. Əvəzi həm də əvəzi və ədat kimi çıxış edir. İndi bura bir nə iki yazıb uyğunlaşdırmalıyıq. Gəlin, məsələn, burada
Elə nə yoxlayaq? Elə məsələn adın başlayaq yoxlamağa. Bura B-ni yazsaq, bu fikirlər həmin cümləyə doğru fikir olmalıdır. B-də deyir ki, belə əvəzləyir, düzdür? Deməli. Həm zərf, həm də sifət əvəz edə bilər. C ilə başlayır. C doğrudur. D-yə baxaq. Mübtəda kimi çıxış etmək üçün mənsup şəkilsiz qəbul etməlidir. Doğrudur. E-yə baxırıq. Ammonium tayı qüvvətlənici həyatdır. Qüvvətlənici həyat eləməz əsildir. Belə qüvvətlənici həyat deyil axı. Onca 1B olsa, 1B olsa ona aid eni verə bilmərik. Bax bunu çıxdıq. 1B olsa eni verə bilmərik. 1B olsa eni verə bilmərik. Qaldı 2 dənə cavabımız. Bura elə sözünü yazsaq, yəni A-nı yazsaq, deməli C-nan da hər ikisində oxşardır. Gəlin E-dən F-ə baxaq. F-də deyir ki, həm zərf, həm də əvəzi kimi çıxış edir. Ay yoldaşlar, zərf əvəzi kimi çıxış etmir. Zərflə əvəzi əvəz edir. F-də çıxsaq, elə 48-də qalır B variantı. Hə, bu tipli suallarda biraz variantlara işləyirik deyə, bir dənə buna təkrar göz atın bu suala. Yəni sıfırdan bir dənə baxaq bu suala. Burası sanki nəsə bir çatışmazlıq qaldı, biraz narahat qaldım. Bir dənə baxaq bu suala. Deməli yoldaşlar, bax bura tutaq ki, birə A-nı yazmışam, düzdür? Birə A-nı yazmışamsa buradan başlayaq görək bir. Elə yazdığım variantı. C uyğun gəlir, D uyğun gəlir. Ammonium tayı qüvvətləndirici. Hə. Yoldaşlar, elə məhz əsl qüvvətləndirici deyil axı, dəqiqləşdiricidir, düzdür? Hə. Qüvvətləndirici deyil, dəqiqləşdiricidir. Ona görə uyğun gəlməyəcək. Hə, nə yaxşı buna təkrar baxmışam. Demək, 1-ə A yazsam, 2-ə uyğun gəlməyəcək. Bax, buna çıxdım. Hə, nə gözəl. Eyni zamanda bunu çıxdıq getdi. Gəlin məsələn F-ə baxaq. Həm zərf, həm əvəzi kimi çıxış edir. Dedik axı zərflə əvəzi olmur. Zərflə deməli əvəzi kimi çıxış eləyir, amma zərf kimi çıxış eləmir. Əvəzi olmur, zərfi əvəz edir. Ona görə əslində F heç birinə uyğun gəlməyəcək. Bax, F-lə də buradan çıxsaq, avtomatik cavab çıxar. İnşallah ki, C doğru olacaq, gözümüzə nəsə yaymayacaq. Biz uyğunluğu soruşuruq. Biz şəxs əvəzi heç vaxt cəm şəkilsiz qəbul etmir, yanlışdır. Bizlər. Hər kəs və hər tərəf sözləşməsində asıl tərəf əvəzlikdir. Hər kəsdə əvəzlikdir, hər tərəfdə, üzr istəyirəm, hər kəsdə birlikdə qeyri-müəyyən əvəzlikdir. Amma hər tərəfdə bu asıl tərəf əvəzlikdir, ayrıca əvəzlikdir. Ona görə bu da yanlışdır. İstənilən qeyri-müəyyən əvəzlik yalnız ismi əvəz edir. İstənilən qeyri-müəyyən əvəzlik yalnız ismi əvəz edir. Bəzi qeyri-müəyyən əvəzlikdir, bu sifət əvəz edirlər, bu da yanlış cavabdır. Avtomatik ilə 1, 2, 3 çıxanda məcbur qalıb 4, 5, 6 götürəcəyik. Tamamlıq zərfli rolunda çıxış edə bilən əvəzlik yoxdur, var. Bayaq da məsələn biz əvəzliyi. Əvəzi yalnız bir mənalı növü daxilində düzəltmə var. Sualla qeyri-müəyyən də var. Bu da yanlışdır. İşarə əvəzləri içərisində məhsula görə dəyişən əvəzləri məhsula görə dəyişməyən əvəzlərdən çoxdur. Məhsula görə dəyişən dəyişməyəndən çoxdur. İşarə əvəzləri nə hansılardır? O, bu, elə, belə, həmin. Həmin dəyişmiş formalar var. Ona baxmırıq. İndi burada dəyişən əvəzliklər dəyişməyən əvəzlərdən çoxdur. Bax yoldaşlar, dəyişməyən hansıdır? Həmindir, düzdür? Bir də budur. Dəyişməyən 2 dənədir, dəyişən 3 dənədir. Düzdürmü? İşarə əvəzləri içərisində mənsubatə görə dəyişən əvəzlər mənsubatə görə dəyişməyən əvəzlərdən çoxdur. O da dəyişməyəcək də, onu sayaq görək bir dənə elə belə dəyişir, düzdür? Ona görə çox deyil, azdır əslində. Dəyişən 2 dənədir, dəyişməyən 3 dənə. Ona görə dəyişən əvəzlər dəyişməyən əvəzdən çoxdur. Yox, dəyişməyən daha çoxdur. Bu da yanlışdır. Yanlış deyil, 4, 5, 6 deyəcək bu suala. Keçirik 50-ci suala. Burada 49 olmalıdır. 2 dənə tablo 48 var. Keçirik 50-ci suala. Qeyri-müəyyən nə deyir? Hansı əvəzlik yalnız 2 sual işarəsinin yerinə yazıla bilər? Qeyri-müəyyən təsiri halda işlənərək tamamlığın vəzifəsini ola bilər.
nə ilə heç nəyə aiddir bu? Nə almısan, nəyi almısan? Heç nə almadın, heç nəyi almadın. 3-dən 4 buna aiddir. Yəni bunu ödədi. Yalnız 2 sual aşağısına necə alır? İsim əvəz edə bilər, bunu da ödədi. Tərkibində görə təhlili fərqli ola bilər, ödəmədi. Cümlədə feili xəbər ola bilər, ödəmədi. Düzdür? 3-dən 4-ü götürək. 3-dən 4 götürmüşüksə, kənarlara çıxarıq, qalır 2 dənə cavabımız. Bunlar arasında seçim eləyək. 2-yə baxaq. Həmin cümlədə feili xəbər olur, olmur. Tərcümə görə təhlili fərqli olur, olmur. İsim əvəz edir, etmir. Görsən bunlar üçü getdi. Qeyri-müəyyən halda işlənən tamamlıq olur, onu da ödəmir. Bunda açısı avtomatik necə qalır cavabda? 1, 3, 4, yəni E variantı qalır. Bunun davamını növbəti izahda yerləşdirəcəm inşallah. Sağ olun, sağlıqla qalın.